Tehran bu məsələdə özünü qalib tərəf kimi bir obrazını yaratmaq istəyir, güc nümayişi göstərmək istəyir. Yəni ki, güya bu müharibənin qalib tərəfi budur. Amerika Birləşmiş Ştatları ilə imzalanmış razılaşmada bilirsiniz ki, həmin memorandumda İranın xeyrinə bir çox maddələr var və onu hətta bəzi ekspertlər tənqid ediblər ki, burada İrana həddindən artıq güzəştlər olunur. İran bu güzəştlərə layiq deyil. İrana bu qədər güzəşt etmək olmaz. Çünki İran rejimi o qədər təhlükəlidir ki, səhəri gün həmin sanksiyalar ləğv olursa və İrana həmin vəsaitlər verilsə, dondurulmuş vəsaitlər, İran yenidən daha da güclənə bilər və həmin pulları silahlanmayan nüvə proqramının təkmilləşdirilməsinə zərb edə bilər və regionda daha təhlükəli bir gücə çevrilə bilər. Bu baxımdan da İran terrorçu devlətdir və bunu bütün dünya qəbul edir və terroru maliyyələşdirən bir dövlətə sanksiyaları ləğv etmək, sanksiyaları götürüb bu qədər vəsait vermək olmaz. Ona görə də Trump'ın bu məsələdə yanlışlığa yol verdiyini və onu tənqid etdiyini düşünənlər və hətta Amerika Birləşmiş Ştatları administrasiyasında da bu məsələdə ciddi fikir ayrılığı olduğu deyilir. Bu baxımdan da görünür İran tərəfi müəyyən qədər, necə deyərlər, özündən razı bir vəziyyət yaranıb onda. Düşünür ki, bu məsələdə üstünlük onun tərəfindədir və başlayıb artıq özünü qalib hədəf kimi, regionun güc mərkəzi kimi təqdim etməyə və ətrafındakiləri da təhdid etməyə. Əslində İranın burada heç bir gücü yoxdur və bu prosesin hələ istiqamətdə gedəcəyi məlum deyil. Çünki Donald Trump bildirdi ki, onlar memorandumu axıra qədər icra etməsələr, yenidən onların başına bomba yağdıracaq. Yəni 60 günlük bu proses, bu icra müddəti nə qədər öz təsdiqini tapacaq, nə qədər İran buna əməl edəcək öz öhdəliklərinə, bu hələ məlum deyil. İkincisi, İsrailin bu məsələdə mövqeyi bilirsiniz ki, qeyri-müəyyəndir. Çünki İsrail bütün bu razılaşmaları öz maraqlarına zidd hesab edir, özünün milli təhlükəsizliyinə zidd hesab edir və İsrailin baş naziri Netanyahu da artıq Livandan çıxmayacaqlarını bəyan etdi və bildirdi ki, İranın nüvə proqramı əldə etməyəcəyinə inanmır. Çünki nüvə silahı əldə etməyəcəyinə inanmır. Bu baxımdan da İran məsələsində Amerika Birləşmiş Ştatları və İsrail arasında ciddi bir fikir ayrılığı var. Regionda risklər qalır. Müharibə riskləri hələ aradan qalmır və indidən İran tərəfi özünü bir hər tərəf, bütün dünyaya, regiona artıq saldıran, hücum eləyəcək, öz diktəsi ilə hərəkət etdirəcək bir qalib tərəf kimi təqdim etməyə çalışır. Livanın həmin bəyannamənin birinci maddəsində Livanda atəşkəsə və təhlükəsizlik məsələlərinə dair öhdəliklər götürülür. Ancaq bu Amerika Birləşmiş Ştatları fakt göstərdi ki, bunu təmin etmə iqtidarında deyil. Burada proseslər birbaşa İsraildən asılıdır. İkincisi, İran tərəfi burada nəyə, yəni o trip layihəsindən danışdınız, nəyə görə özünü belə aparır, regionun ağası kimi özünü təqdim etməyə çalışır. Həmin dördüncü maddədə, həmin bəyannamənin dördüncü maddəsində Hörmüz boğazına aid orada razılaşmalar var. Tərəflər Hörmüz boğazını açırlar, qüvvələri çəkirlər, ticarət gəmilərinin hərəkətinə şərait yaradırlar. Amerika Birləşmiş Ştatları blokadanı götürür və regiondakı qüvvələrini oradan çəkir. Bununla bağlı bir razılaşmalar var 4-cü maddədə. Və orada qeyd edilir ki, 3-cü bənddə Amerika Birləşmiş Ştatları 30 gün ərzində öz qüvvələrini İran sərhəddi yaxınlığından çəkir. İran sərhəddi yaxınlığından öz qüvvələrini çəkir. Bax, bu bəndi İran tərəfi manipulyasiya eləyərək götürüb trip layihəsinə, Zəngəzur dəhlizinə, Ermənistan buna da aid edir öz aləmində və Ermənistanı təhdid edir ki, Amerika Birləşmiş Ştatları oradan da çıxmalıdır. Və Amerika Birləşmiş Ştatları Ermənistanda trip layihəsini İranla sərhəddə, yəni trip layihəsini keçdiyi ərazidə silahlı qüvvələr yerləşdirməyib.